Hal-hazırda Lubristar ELS-nin Bakıda yerləşən nəhəng yağ anbarındayıq. Burada həm sənaye yağları, müxtəlif növ sürtkü materialları yerləşir. Baxın, yuxarı baxarkən adamın papağı düşür maşallah. Shell'in yağ çəlləkləri 209 litrlik çəlləklərdir. Sonra qutu yağlardır, yəni çi çəllərlər 4 litrlik yağlardır. Shell Helix Ultra seriyalı yağlardır burada görürsünüz. Bunu sizə nümayiş etdirməyimizin əsas məqsədi nəyisə sübut etmək yox, sadəcə nümayiş etdirməkdir ki, Shell Azərbaycanın rəsmi şəkildə Lubristar ELS şirkəti tərəfindən təmin olunur, idxal olunur ölkəmizə. Ambarda istənilən növ mühərrik üçün yağlar mövcuddur. Tək mühərrik yox, hidravlika yağları, sürtkü materialları, gəmi yağı, generator yağı, yəni Shell'in öz istehsalı olan yağlardan söhbət gedir. Daha bir nəhəng rəflərin yanında dayanmışıq. Baxın, burada artıq qarışıq növ yağları görə biləcəyik. Yenə çəllək yağlar və Rimula seriyasından bu şəkildə dəmir çənlərdir, kvadrat bir çənlərdir. Onların yerləşib paletlərdə görürsünüz nə qədərdir maşallah. Davam edirik. Bu tərzdə də hələ stelajlar 3-4 sırada belə stelajlar var. Bu stelajlarda burada AdBlue'lardır, Rimulalardır, sonra minik avtomobilləri üçün yağlardır. Burada da Shell Helix Ultra seriyalı yağlar. Mərtəbələrlə bir 5 mərtəbə ancaq Shell məhsulları sərgilənir. Hidravlika yağları baxın bu tərzdə vedrələrin içində gəlir hidravlika yağlardır. Burada sıra olduqca uzanır, getdikcə də gedəcəksiniz. Yəni burada ancaq Shell yağlardır. Görürsünüz, baxın çəlləyin içində antifriz. Shell Coolant. Bu da 209 litrlik çənlərdir. Bir paletdə 4 ədədi yerləşir. Yenə də Shell'in məhsullarıdır. Tavana doğru hərəkət edirlər.